ABŞ prezidenti Donald Trump özünün Truth Social hesabında yeni bir paylaşım edib və o paylaşımda qeyd olunur ki, əslində İran müharibədən bezib və sülh istəyir. Əslində hər kəs müharibədən bezib, o belə bir paylaşım edib. Digər tərəfdən Hörmüz boğazı ilə də bağlı fikirlərini bildirib və qeyd edib ki, Hörmüz boğazında yaranan sıxlığı da bir yerdə aradan qaldıracağıq. Təbii ki, hazırda biz həm Donald Trump'ın Truth Social hesabında etdiyi paylaşımlarla bağlı, eləcə də əldə olunan atəşkəslə bağlı danışırıq. Bizimlə birbaşa bağlantıda siyasi şərhçi Məhəmməd Əsədullahzadədir. Məhəmməd müəllim, hər vaxtınız xeyir olsun. Salam, sabahınız xeyir olsun. Və biraz öncə də qeyd elədim, necə düşünürsünüz, bu atəşkəs tərəfləri daha hansı addımlar atmağa vadar edəcək? Təbii ki, bu əldə olan atəşkəs birbaşa Pakistanın, Böyük Britaniya və Türkiyə vasitəsilə əldə olunur. Və nəzərə alaq ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump məhz İrana ultimatum vermişdir və Hörmüz boğazı açılmayacağı təqdirdə İrana ölümcül zərbələr vurulacağını elan etmişdir. Göründüyü kimi Donald Trump'ın bu təzyiqləri artıq İran tərəfindən qəbul edildi və Hörmüz boğazının açılması ilə də bağlı İran tərəfi razılaşdı. Bir növ Hörmüz boğazı İran əlində bir təzyiq aləti idi və rejimin silahsı kimi də qiymətləndirmək olar Hörmüz boğazını. Mən düşünürəm ki, bu atəşkəs rejimi 2 həftəlik işləyir. Həm Amerika Birləşmiş Ştatlarının 15 maddəlik bəndə, həmçinin İran tərəfi də təkliflər paketini Amerikaya təklif edir və tərəflər bir çox məsələlər barədə danışıqlar məsələsini götürəcək. Ortada qalib, bir tərəflər eyni müzakirələr apara bilirlər və düşünürəm ki, 2 həftəlik başa çatdıqdan sonra bir daha atəşkəs müddəti uzandıla bilər. Amma çox gərgin danışıqlar görəcək düşünürəm. Amerika Birləşmiş Ştatlarının təhdidləri yenə də qısaltılacaq. Amerika yenə də İran ətrafına hərbi bir cəmləşdirəcək, təzyiqlər etmək və İranın güzəştləri əldə etmək. Yəni, proses bu istiqamətdə getməyi düşünürəm. Ümumiyyətlə, Məhəmməd müəllim, necə düşünürsünüz? Məhz 10 təklif irəli sürüb səhv eləmirəmsə İran və bu təkliflərlə Amerika Birləşmiş Ştatları tam olaraq razılaşacaqmı və eyni zamanda Hörmüzün taliyi necə olacaq? Bilirsiniz, 10 bəndlik İran tərəfindən irəli sürülən bənd birbaşa Amerika Birləşmiş Ştatlarının bir növ kapitulyasiyasıdır. Fikir verin, İran tərəfi Amerikadan təzminat istəyir, Amerika hərbi bazalarının yaxşıdan çıxarılmasını tələb edir, uranın zənginləşdirilməsini davam etdirilməsini tələb edir. Göründüyü kimi elə bir bəndlərdir ki, Amerika Birləşmiş Ştatları bundan təhdid etmez. Bu İranın konkret rəsmi şəkildə qələbəsi deməkdir. Amma Amerika Birləşmiş Ştatları 15 bəndlik maddəsi isə İran üçün məqbuldur. Burada güc tərəfi də Amerika Birləşmiş Ştatlarıdır və düşünürəm ki, orta məxrəcə gələcəklər. 10 bəndlik maddə sadəcə olaraq İran tərəfi Amerika Birləşmiş Ştatlarına təzyiq etmək üçün, müəyyən güzəştlər etmək üçün bilmək. Tehran da bilir ki, Amerika Birləşmiş Ştatları onun 10 bəndlik kapitulyasiya maddələrini qəbul etməyəcək. Hörmüz boğazı məsələyə gəlmişdirsə, bilirsiniz ki, uzun illərdir ki, Hörmüz boğazına təhlükəsizliyini İran tərəfi təmin edir. Bir növ cavabdeh olur İran tərəfi. Və bu hazırda Azərbaycan Navigasiyasını İran hüququna tətbiq edir. Amma Amerika Birləşmiş Ştatları çalışacaq ki, İran ilə birgə o Hörmüz boğazına nəzarət edilsin. Bilirsiniz ki, bu müharibənin bir növ nəqliyyat və dənizdə dəhlizliyi nəzərə etdiğində mübarizənin də bir hissəsi kimi də xarakterizə etməkdir. Və düşünürəm ki, Amerika Birləşmiş Ştatları Hörmüzlə bağlı müəyyən bir istəyinə nail oldu, açıldı Hörmüz boğazı. Amma görə deyil, kimi nəzarət etməsindən çıxarışmaq etməsindən ən çətin adam olacaq. Fikir deyək, Amerika Birləşmiş Ştatları İrana hücum edildiğində deyildi ki, rejimi devrəcək, rejim getməlidir. Amma rejim yerində deyildir. Və baxmayın ki, liderlərimiz süqət nəticəsində öldürüldü, infrastruktur dağıldı.
Amma indi isə İran tərəfi elə bir siyasi tərəfi keçirdi ki, bir növ Hörmüz boğazını bağlamaqla özünü xilas etdi. Amerikanın bir çox təkliflərini demək olar ki, arxa plana keçdi. Əsas Hörmüz boğazı danışıqlar əsasında bir ticarət mübadiləsidir demək olar. Yəni proses bu istiqamətlidir və Amerika Birləşmiş Ştatları da Hörmüzü nəzarət etmək istəyir. Bu məsələdə İranla müəyyən dərəcədə anlaşma edildiyini mən istisna etmirəm. Çünki İran rejimi kifayət qədər zəifdir. Bu ki, tərəflər bir-birini qalib elan edir. Yəni bu gözlənilirdi. İran tərəfi də öz qalibiyyətini qalqısıdır. Amerika Birləşmiş Ştatları da prezidenti qalib özünü elan edir. Amma ortada qalib yoxdur. Bir növ bu birinci Rusiya-Çeçenistan müharibəsini təkrarlandı. Rusiya-Çeçenistanı darmadağın etdi, qalib olmadı. Makrildə, yəni Vladimir Yeltsin bir məsələdə oturdu, danışıqlara getdilər. Yəni bir də Amerika və İran müharibəsi də ona bənzər. Bir də İsrail oldu. Bilirsiniz ki, İsrail Hizbullahın ateşkəsi bildirdi. İran bu dönüş ondan ibarətdir ki, Hizbullahla bağlı təşkili İsrail tərəfindən qəbul edildi. İsrail təhlükəsizliyi demək olar ki, darmadağın oldu. Yəni bir növ İran bu istiqamətdə qalibdir İsrail tərəfindən. Amma Amerika ilə bəli, Amerika kifayət İran üzərində nəzarət ediləcək bu cür məsələlərə demək olar ki, hərbi olmasını, infrastrukturunu, sıradan çıxardığı hərbi infrastrukturunu və sadəcə olaraq İran yerində qalmaqla özünü qalibiyyət hesab edir. Hörmüz boğazı bir müflasçılıqdır. Amma düşünürəm ki, İran tərəfi bir çox məsələlərdə Amerika ilə razılaşmalara gedəcək. Bir də müharibənin uzanması. Bilirsiniz ki, Donald Trump'a sərfilərdir. Çünki qarşıdan konqresə aralıq seçkiləri gəlir. Orada konqresdə resmi seçkilərin qalib gəlməlidir. Amerika Birləşmiş Ştatları çalışır ki, hazırki müstəvidə qalib hesab etməklə bir çox güzəştində İrandan qoparsın. Məsələn, məsələdə quru əməliyyatı da var idi. O da reallaşmadı. Halbuki quru əməliyyatını İsrail çox istəyirdi ki, alınsın, rejim dəyişsin. Amma Amerika Birləşmiş Ştatları sürüb başladı, düşürdülər. Donald Trump'a da müəyyən qədər təlimatçıları, müşavirləri bəsə saldılar ki, yəni quru əməliyyat Amerika üçün müəyyən bir ciddi şəkildə qiyas götürə bilər. Hətta bilirsiniz ki, ötən həftə Pentagonda çox ciddi şəkildə istefalar da getdi. İstefalar oldu. Generaldirlər ki, istefaya getdi və məcburi vəzifədən uzaqlaşdı. Hətta işgərərgah rəisi, yəni onlar da konkret olaraq quru əməliyyata qarşı idi. Çünki Amerika Birləşmiş Ştatlarının prezidenti üçün strateji burada səhvə yol vermiş. Çünki Rus-Ukrayna müharibəsi bitmiş. İrana qarşı hərbi müdaxilə və Avşin indiki vəziyyətdə düşməsinə gətirib çıxaracaqdır. İndi də oldu. İsrailin baş naziri Benjamin Netanyahu təhriki ilə inad etmişdir. Baxmayaraq ki, 2 gün bundan əvvəl Benjamin Netanyahu Trumpla telefon danışıqlarında İranla razılaşmaya getməməsini, bu əməliyyatlara getməsini yenidən təşkil etdi. Amma göründüyü kimi Böyük Britaniyada, Avropa ölkələri də, həmçinin Pakistan, Türkiyə, Misir, həmçinin Körfəz ölkələri də artıq Amerika ilə danışıqlara getdilər ki, yəni artıq ateşkəsə getməlidir. Məhəmməd müəllim, necə düşünürsünüz? Pakistanın baş naziri bildiyiniz kimi Şahbaz Şərif məhz aprelin 10-unda tərəfləri İslamabada dəvət edib və İslamabad danışıqları bu 2 həftəlik atəşkəsi ümumilikdə, yəni müharibəni tam olaraq bitirə bilərmi? Bu danışıqlardan sonra biz bunu görə bilərikmi? Bu mümkün ola bilərmi? Müharibənin tam bitməsi. Bəli. Mən düşünürəm ki, müəyyən müsbət irəliləyişlər olacaq. Müharibənin tam bitməsi olmasa da, amma müəyyən sənəd üzərində müəyyən razılaşmalar olacaq. Bilirsiniz ki, keçən ilin yayında İran-Amerika müharibəsi şifahi razılaşma ilə çatdı. Hər hansı bir sənəd imzalanmadı. Amma burada konkret sənəd imzalanmasını hesab edirəm ki, mümkündür.
və Amerikanın 15 maddəlik bəndi bir növ danışıqlar prosesində də əsas predmet olacaq. Çünki oradakı bir çox bəndlər də İranın maraqlarına cavab verir. İndi nə qədər ki, mən baxmışam o bəndə, nə qədər ki, Sepah və İranda müəyyən mərkəzlər buna etiraz etsə, özlərinin 10 bəndlik təşkillərini versə də, amma düşünürəm ki, Amerikanın daha çox 15 bəndlik təşkillər paketi danışıqlara əsas predmet olacaq, müəyyən qədər razılaşmalara girəcək. Yəni 2 həftəlikdən sonra yenidən müharibənin alovlanması düşünürəm ki, gözləmirəm. Çünki Sepahın daxilində də müharibəni dayandırmaq barədə müəyyən qədər fikir ayrılıqları vardır. Çünki onların kifayət qədər üzdə olan liderlər, aqressiv olan liderlər hamı sui-qəsd nəticəsində öldürüldü. Və İran prezidenti də cənab Məsud Pezeşkiyan da indiki atəşkəslə maraqlı danışıqlardan maraqlı idi. İran ali lideri Müstəsim Xamneyi yoxdur, bilinmir, ya rəhmətə gedir və ya bu sağdır, ağır vəziyyətdir, artıq yoxdur. Yəni burada əsas qərar verici Sepahın artıq gənc generallarıdır. Bir də orada biri qalıb Fatəmi köhnələrindən idi, bir də qalır. Düşünürəm ki, bir də Qalibaf, İran Ali Məclisin sədri Qalibaf da danışıqlarda müəyyən qədər maraqlıdır. Həm Sepah tərəfinə qəbul olunur, həmçinin silahçılar tərəfinə, prezident administrasiyası tərəfidir. Düşünürəm ki, danışıqları bu aparır, o rəhbərlik edəcək, müəyyən bir orta məxrəcə gələcək. Bir məsələdir diqqətə çatdırım. Bu atəşkəsin əldə olunmasında, ABŞ-ın arasında vasitəsini, İran prezidentinin toxunulmazlığında, administrasiya yerində qalmasında Azərbaycan prezidenti Cənab İlham Əliyev və Türkiyənin də burada rolunu mən istisna etmirəm. Bəli, burada Azərbaycanın da rolu olub, tərəflər arasında bu əlaqələrin olmasıdır. Çünki İran prezidenti Cənab Məsud Pezeşkiyan dəfələrlə Cənab prezidentlə də telefon danışıqları aparıb. Azərbaycan da bilir ki, vasitəçiliklə bağlı böyük təcrübəyə də malikdir. Məhəmməd bəy, son olaraq soruşmaq istəyirəm. Təbii ki, burada İsrailin də istərdim mövqeyini səsləndirək. Çünki daha çox biz Amerika Birləşmiş Ştatları, İran tərəfinin açıqlamalarını səsləndirdik və eyni zamanda da Donald Trump'ın tez-tez dəyişən açıqlamaları da diqqət çəkir. Sizcə, məhz İslamabad danışıqlarından sonra İsrailin yaxın şərqlə bağlı mövqeyində hər hansı bir dəyişiklik baş verə bilərmi? Bilirsiniz, İsrail demək olar ki, bu müharibədə uduzdu. Baş nazir Binyamin Netanyahu artıq daxildə çox ciddi şəkildə təzyiqlərlə üzləşəcək. İsrail istəyirdi ki, İranda rejim devrilsin. Amma rejim yerindədir. Amerika ilə də nüvənin zənginləşdirilməsi istiqamətində müəyyən razılaşmalara da gedəcək. Amma bir şərtlə Amerika özü nəzarət edəcək. Amma İsrail sadəcə olaraq deyə bilər ki, nüvə məsələsini atlatdı, İranı zəiflətdi. Amma Hizbullah yerindədir, Həmas yerindədir, İranın raket proqramı yerindədir, PUAlar yerindədir, İran silahlı qüvvələri yerindədir. Yəni göründüyü kimi İsrail həmçinin Hizbullah ilə də atəşkəsə getdi. Hizbullahı da təslah edə bilmədi. Həm göründüyü kimi burada düşünürəm ki, İran tərəf əsas məlumat tərəf İsraildir. İsrailin baş naziri Binyamin Netanyahu bütün çıxılmaz vəziyyətdədir. Çünki İsrailin Amerika Birləşmiş Ştatlarının birbaşa təhlükəsi göstərişlərinsə qəti şəkildə heç bir yerə Türkiyə hər hansı bir güllə edilməz. Yəni konkret olaraq bütün yerlər Vaşinqtondan hərbi məsələlər. Təbii ki, siyasi məsələlərdə Yahudi mövqesi, bu məsələlərdə təzyiqlər var idi. Binyamin Netanyahu tərəfindən amma növbəti mərhələdə Amerikanın gəlin dövləti qabıda keçdi, artıq Yahudi mövqesini Binyamin Netanyahu bu şəhətlərin bu tərəflərin qarşısını aldı. Və düşünürəm ki, İsrailin təhlükəsizliyi demək sıfırdır. Yaxın şərqdə onun çox ciddi şəkildə nüfuzu, geosiyasi mövqeləri kifayət qədər zərbə aldı. Baxmayaraq ki, Binyamin Netanyahu elan edir ki, İsrail beynəlxalq gücdür. Amerika Birləşmiş Ştatları artıq soyuq düşündü və İranla danışıqlara getdi. Və hazırda İsrail bu danışıqlardan narazıdır, bu atəşkəsdən narazıdır. Məcbur şəkildə getdilər, çünki böyük
dağıntılara məruz qalır, İsrail tərəfi bilirsiniz. Mən hesab edirəm ki, İsrail tərəfi artıq prosesləri pozulub bir gündə verilməyəcək. Çünki Amerikan vitse-prezidenti Pence bu məsələlərdə çıxdı, demişlər proseslər. O rəhbərlik edir və hesab edirəm ki, İsrailin yaxın şərq planı əvvəlki kimi olmayacaq. Aha. Məhəmməd bəyəm, təşəkkür edirəm sizə, çox sağ olun. Bir daha xatırladım ki, bizimlə birbaşa bağlantıda siyasi şərhçi Məhəmməd Əsədullazadə idi. Biz Məhəmməd müəllimlə məhz İran və Amerika Birləşmiş Ştatları arasında əldə olunan atəşkəsin detallarını müzakirə elədik. Eyni zamanda məhz Pakistanın baş naziri Şahbaz Şərif də tərəfləri aprelin 10-da İslamabada dəvət edib. Məhz hazırda da dünya mediasında diqqətində məhz İslamabad danışıqlarının nə ilə yekunlaşacağı ilə bağlıdır. Qısa fasiləyə ayrılırıq. Saatın tamamında birinci xəbər davam edəcək.